Salam əziz dostlar, təkəbbürün səbəblərindən biri də bir adamın, bir uşağın təkəbbürlü ailədə böyüməsi, yəni mühit, ətraf mühit ki, onun gördüyü şeylər yalnız təkəbbürlü insanlardır və yaxud ona aşılanan bəzi təlqinlər. Övladım, səndə olan şey başqalarında yoxdur, filan xüsusiyyətə sahibsən və yaxud atanın filan maşını var və yaxud özünün filan maddi cəhətdən, dəyərlərdən, bəzi dəyərlərdən danışırlar, onu təlqin eləyirlər ona ki, sən filan şeylərə sahibsən, filan mülklərə sahibsən və yaxud filan paltarın var sənin, maşının var sənin və s. və ilə axır. Və sən üstünsən, buna görə insanlardan üstünsən, digərlərindən üstünsən. Bu cür təlqinlər uşağı təkəbbürlü böyüməyə vadar eləyir. Uşaq da özünü başqalarından üstün hesab eləyir bu cəhətlərə görə və nəticə etibarlı ilə o da təkəbbür sifətinə sahib olub daim təkəbbürlü həyat sürür. Təbii ki, bunlar çox qorxulu təlqinlərdir, qorxulu xəstəliklərdir ki, övladlarınızı başqaları ilə müqayisə eləməyin. Heç vaxt səndə filan şey var, başqasında yoxdur kimi şeylər ona təlqin eləməyin. Övladlarınızı digərləri ilə bərabər səviyyədə tutun ki, onlarda da bu xüsusiyyət yaranmasın. Sağ olun.